Salam əziz ikincilər, sizləri kanalımda xoş gördük. Biz bugün 2-ci sinif riyaziyyat 2-ci hissə dərsliyindən səhifə 66, 67 və 68-dəki olan tapşırıqları həll edəcəyik. Gəlin başlayaq. Tapşırıqlara keçməmişdən öncə kanalımıza abunə olmağınızı və videolarımızı bəyənməyinizi xahiş edirik. Siz kanalımıza abunə olub videoları bəyənməklə yeni videolardan yararlana bilərsiniz. Gəlin başlayaq. Bölmə 11. Məlumatların təsviri, cədvəl, piktoqram, diaqram. Gəlin biz tapşırıqlardan başlayaq. Bələdçi. Cədvəldə şənbə və bazar günləri mağazada satılmış şirniyyatın sayı qeyd olunub. Cədvəllə əsasən suallara cavab verin. Şirniyyat, bulka, keks, pirojna, şəkərbura, paxlava. Şənbə günü olan say 27, 20, 13, 19, 10. Bazar günü isə 25, 24, 16, 18, 15. Gəlin buna uyğun suallara cavab verək. Deməli, nümunə. Şənbə və bazar günləri cəmi neçə bulka satıldı? Bunun üçün bizə nümunə olaraq verilmişdir ki, baxırıq. Şənbə və bazar günləri bulkuda 27 ilə 25'dir. 27 ilə 25'i toplayırıq, edir 52. İkinci sual. Şənbə günü neçə pirojna satıldı? Baxırıq, şənbə günü 13 pirojna satılıb. İkinci sual. Şənbə günü ən çox hansı şirniyyatdan satıldı? Bulkadan satılıb. C variantı. Şənbə günü cəmi neçə şirniyyat satıldı? 27 üstə gəl 20 üstə gəl 13 üstə gəl 19 üstə gəl 10 bərabərdir 89. D variantı. Bazar günü cəmi neçə şirniyyat satıldı? 25 üstə gəl 24 üstə gəl 16 üstə gəl 18 üstə gəl 15 edir 98. E variantı. Bazar günü satılan şirniyyatlar şənbə günü satılanlardan nə qədər çoxdur? 98-dən 89-u çıxarıq, edər 9. Bu isə həllidir. Keçək müstəqil işə. Lalə dostlarından özləri haqqında bəzi məlumatları soruşub cədvəldə yazdı. Cədvələ əsasən suallara cavab verin. Ad, Səbinə, İlxan, Anar, hər birinin kütləsi, saçlarının rəngi, ailə üzvlərinin sayı, kitablarının sayı verilmişdir. Gəlin bu cədvələ uyğun biz sualları cavablandıraq. Neçə uşağın saçı qaradır? Burada baxırıq. 2 uşağın saçı qaradır. Səbinə ilə Anarın. Kimin daha çox kitabı var? Baxırıq, Səbinənin. Kimin ailə üzvlərinin sayı daha çoxdur? Anarın. Bu isə həllim. Keçək misal 2-yə. Səhifə 68. Uşaqlar ən çox sevdikləri quşlar haqqında məlumatı cədvəldə qeyd etdilər. Cədvələ əsasən tərtib edilən piktoqramın hər sətrində neçə həmin bu smiling işarəsi olmalıdır. Quşlar verilibdir. Flamingo, tutuquşu, göyərçin, bülbül. Sevimli quşlar. Deməli, bizə burada da qayda olaraq verilmişdir. Hər smiling 2 nəfərdir. Deməli, tutuquşuya 3 dənə çəkməliyik, flamingoya 1 çəkməliyik, göyərçinə 2 çəkməliyik, bülbülə 4 çəkməliyik. Misal 3. Bağçadakı güllərin sayı diaqramda təsvir edilib. Uyğun cədvəl qurun və suallara cavab verin. Nərgiz qızılgüldən nə qədər çoxdur? Bunun üçün 45-dən 25-i çıxarıq, edər 20. Əvvəlcə gəlin buna uyğun diaqram bizə təsvir edilib. Biz isə cədvəl qurmalıyıq. Gəlin cədvəlimizi quraq. Bu sıraya yazırıq güllər, buraya isə yazırıq sayı. Güllər, qızılgül, lalə, nərgiz, sayı 25, 5, 45. Birinci sualımızda nərgiz qızılgüldən nə qədər çoxdur? 45-dən 25-i çıxırıq, edir 20. Deməli, nərgiz qızılgüldən 20 ədəd çoxdur. Lalə qızılgüldən neçə dəfə azdır? 25-i 5-ə bölərik, edər 5 dəfə. Deməli, lalə qızılgüldən 5 dəfə azdır. Bağçada cəmi neçə gül var? 25 üstə gəl 5 üstə gəl 45 edir 75. Deməli, bağçada cəmi 75 gül var.
Məsələ 4. Piktoqramda zoomağazadakı heyvanların sayı göstərilib. Mağazada 6 tısbağa var. Piktoqramda hər üçbucaq neçə heyvanı göstərir? Mağazada hər heyvandan nə qədərdir? Mağazada cəmi neçə heyvan var? Mağazaya neçə tısbağa gətirilsə, onların sayı dovşanların sayına bərabər olar. Uyğun diaqramı qurun. Gəlin sualları cavablandıraq. Mağazada 6 tısbağa var. Piktoqramda hər üçbucaq neçə heyvanı göstərir? Deməli, 6-nı 2-yə bölərik, edər 3. Mağazada hər heyvandan nə qədərdir? Deməli, tısbağadan 6 dənə, balıq 18, dovşan 12, pişik 6, bülbül 12. Mağazada cəmi neçə heyvan var? 6 üstəgəl 18, üstəgəl 12, üstəgəl 6, üstəgəl 12 edir 54. Mağazaya neçə tısbağa gətirilsə, onların sayı dovşanların sayına bərabər olar. 12 çıxılsın 6 bərabərdə 6. Bu isə məsələmizin həllidir. Bugünkü tapşırıqlarımız bu qədər əziz ikincilər. Növbəti videolarımızda görüşənədək kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Hələlik.